MBA sınav imtahanı 2-nin ikinci hissəsinin izahına başlayırıq. 11-ci sualımızda bu cəmi bizdən hesablamaq istəyir. Bu cəmi biraz formasını dəyişmək lazımdır. Belə hesablamaq, yəni ortaq payınızı gətirmək bunu biraz vaxtlar. Ona görə də bunun biraz formasını dəyişək. 15-i yazırıq 3 vur 5 kimi. 1 bölünsün 3 vur 5 kimi. Digərlərini də parçalayırıq hamısını bu şəkildə. Plus 35-i yazırıq 1 bölünsün. Bunun axırıncısı o birisinin birincisi olmaq şərtlə yazırıq. 5 vurulsun 7 plus 63'ü yazırıq. 7 vurulsun 9 da 1 plus 99'da 1 yazacağıq. 99 yazmayaq. 9 vurulsun 11'də 1 və nəhət 143'ümüz də olacaq. 11 vurulsun 13'də 1 bərabərdir. Bunu hasildən çıxmaya keçirik, yazırıq 3'də 1 çıxılsın 5'də 1 birincini yazırıq belə. Əgər qursaq bunu buna gətirməyə çalışsaq görəcək ki, ortaq məqsəyə gətirəndə 3 vur 5 edir. Sürətdə də qalır 5, burada da qalır 3, 5 çıxılsın 3, sürətində əlavə 2 qalır, amma bunun sürətində 1 olmalıdır. Həmin o 2-ni yox eləmək üçün bütövlüklə bu kəsirin qarşısına bir dənə 2'də 1 yazarıq. Kəsirin qarşısına yazırıq 2'də 1. Sonra ikincisini yazaq, plus 5'də 1 çıxılsın 7'də 1. 5'də 1 çıxılsın 7'də 1. Həmin o 2 burada da yaranır, onu da bu 2'də 1 yox eləyəcək. Və bu şəkildə davam eləyə gedirik. Axırıncıya baxsa, axırıncı olacaq 11'də 1 çıxılsın 13'də 1. Burada gəl diqqətlə baxsınız, görərsiniz ki, 5'də 1 ilə bu 5'də 1 gedir, islah olur. Sonra 7'də 1 ilə bunun 7'də 1 islah olacaq. Sonra 11'də 1 bunun 11'də 1 ilə islah olacaq və bu şəkildə islah ola gedir. Axırda bizə nə qalır? Birincisinin birinci hissəsi, yəni bu çıxılsın bunun axırıncı hissəsi və vurulsun 2'də 1'ə. 2'də bunların arasındakı fərqdir. Baxın, hamısının arasındakı fərq 2'dir. Birbaşa bunu düstur kimi də yadınıza saxlaya bilərsiniz. Yazaq biz 2'də 1 vurulsun. 3'də 1'dən 13'də 1 çıxacaq. Ortaq məxrəc 39 olacaq bunlara. 39. 39'u 3'ə böləndə 13. 13'ə də böləndə 3. Çıxsın 3. Bərabərdir. 2'də 1 vurulsun. 39'da 10. Bunlar da ixtisar gedir. Qalır burada 5. 39'da 5 qalır. Bizim sualımızın doğru cavabı D bəndi. Növbəti sualımız belə bir ifadə verib A kvadrat plus C kvadratını istəyir. Əgər diqqətlə baxsaz görərsiniz ki, birinci ifadə ilə ikinci ifadəni tərəf-tərəfə vuraq. Yəni bu tərəfi buranı bura vururuq. 4'ü də 5'ə vuracaq. Yazırıq AB bölünsün C vurulsun bunun tərəfinə. AC bölünsün B bərabərdir 4 vur 5'ə. Burada baxaq görək nə qalır bizə. C'lər ixtisar gedəcək. B'lər də ixtisar gedəcək. Qalır burada A'nın kvadratı. A vur A qalır. Ya A'nın kvadratı bərabərdir 20'yə. A'nın kvadratının yerinə biz 20 yaza bilərik. Sonra bu ikinci ilə üçüncünü də bir-birinə vursaq, yenə də tərəf-tərəfə A C bölünsün B'yə vururuq. BC bölünsün A'ya. BC bölünsün A'ya. Bərabər olur 5 vur 8'ə. Bərabərdir 5 vurulsun 8'ə. Burada B'lər ixtisar gedəcək. A'lar da ixtisar gedəcək. Qalır C'nin kvadratı bərabərdir 40'a. C'nin kvadratı 40'a bərabər olur. Bunlar toplayanda 20 ilə 40'ı 60 verir bizə. Növbəti 13-cü sualımız tənliklər sisteminin sonsuz sayda həllinin olmasını bizdən istəyir. Tənliklər sisteminin sonsuz sayda həllinin olması üçün x-lərin əmsalının y-lərin əmsalının nisbəti o da bərabər olmalı sərbəst ədədlərin nisbətinə. Yəni A böl 5 işarələrlə bir yerdə yazırıq. Bərabərdir. Bu -8 olduğuna görə -8 bölünsün B-yə bərabərdir 6 bölünsün 3'ə. 3 dənə şərtimiz var, -3'ə daha doğrusu üzrə. Sonsuz sayda həll olsun, həlli olmasın. Həlli olmayanda birinci ikinciyə bərabər olur, üçüncüdən fərqli olur.
Və bir sayda həll olsun, onda heç üçüncüyə baxmırıq. Üçüncü bizə lazım deyil. Birinci, ikincidən fərqli olmuş götürürük. Bizə də sonsuz sayda həll olmasını istədiyinə görə üçünü də yazırıq. Burada indi bunu biraz sadələşdirsək, görərək ki, bu axırıncı -2 verir bizə. 6-nı təbii ki 2-yə böləndə, -3-ə böləndə bizə -2 verəcək. Bura -2-dir. Bərabərliyin bu tərəfi bizə -2 verir. A bölü 5-i də ayrılıqda bərabərliyi -2-yə. A bölü 5 də bərabərdir -2-yə. Buradan A-nı tapırıq ki, A-mız 5-i vuracaq bura -10 imiş. Digər tərəfdən -8 bölü B də -8 bölü B də bərabər imiş -2-yə. 8-i nəyə bölsək 2 eləyər? Təbii ki 4-ə. -8 nəyə bölsək? Təbii ki yenə 4-ə bölsək -2 vermiş olar bizə. Və yaxud da bunların yerini dəyişirik. 2-ni gətiririk bura, -2-ni B-ni də aparırıq ora. -ni -yə böləndə bizə müsbət verir. B-miz də bərabərdir müsbət 4-ə. A ilə B-nin cəmini bizdən istəyir. Bunları toplayanda, -10 ilə 4-ü toplayanda bizə verəcək -6. 14-cü sualımız Px və Qx dərəcəsi 6 olan çoxhəddilərdir. P-nin dərəcəsi də 6-dır. Q-nun dərəcəsi də 6-dır. Çoxhəddisinin dərəcəsi 4-dür. Ola bilər. Necə ola bilər? Çünki P-də ola bilər dərəcəsi 6-dırsa, bu heç zaman demək deyil ki, bunun bütün ədədlərin dərəcəsi 6-dır. Belə bir şey ola bilər məsəl üçün. X-in üstü 6 plus X-in üstü 5 plus X-in üstü 4. Bu olsun bizdə P. Dərəcəsi nə olacaq? Ən böyük hansıdırsa onu götürürük. İkincisi də Q də bizdə olsun. Q-müz də olsun bizim. Mənfi X-in üstü 6 minus X-in üstü 5 plus X-in üstü 4. Bu plusdur. T deyil. T yoxdur ama plusdur. İndi burada biz bunları toplasaq tərəf-tərəfə 6 ilə 6 gedəcək, 5 ilə 5 gedəcək, qalacaq X-in üstü 4. 4 dərəcəli birdən çoxhəddi qalacaq. Yəni birincinin olması mümkündür. Bizdən mütləq səhv istəyir. Birinci ola da bilər, olmaya bilər. İkinci, yəni eyni bir şey qurmaq olar, 5 də alına bilər burada. Bu da mümkündür. Sonra Px ilə Qx çoxhəddisinin dərəcəsi 12-dir. Təbii ki, ola bilər. Bu da 6-dır, bu da 6-dır. Vuranda üstlər toplana bilər və bu da 12 ola bilər. Bu da mümkündür. Bizdən mütləq səhv istəyir, mümkün olmayan ümumiyyətlə istəyir. Sonra dərəcəsi 0-dır. Yəni burada bu da -4 götürsəydik, toplayanda və yaxud çıxanda bunların dərəcəsini 0 eləmək də olurdu. Mümkün olmayan hansıdır? Bunların çoxhəddislərin dərəcəsi 12 olsun, cəmləri. Biri üstü 6-dır. Məsəl üçün x üstü 6 plus x üstü 5-dir. O birisi də x üstü 6 minus x-in kubudur. Biz bunları nə qədər cəmləyirsə cəmləyib, bunlar bir-birinə vurulmayacaq. Yəni dərəcəsi artmayacaq heç vaxt. Cəmləməklə dərəcə artmır, ancaq azala bilər. Ona görə çoxhəddinin dərəcəsi 12 olması mütləq səhvdir bunların cəmlinin dərəcəsinin. 15-ci sual qruplarına ayırın, biraz maraqlı ifadədir. Burada biz 5 AB-ni parçalamalıyıq. İlk baxışda indi görsənər ki, 2-yə və 3-ə parçalayarıq. -2-yə və -3. Ancaq parçalayanda parçalayıb baxsıza yer görərsiniz ki, heç nə alınmır. Ona görə başqa bir şəkildə bölək bunu. 2 A-nın kvadratını saxlayırıq öz yerində. Bunu yazırıq. Minus 6 A B. Niyə belə yazdım? 2-ni buradan möhtərizə xərcini çıxarsaq 2A-nı. Yerdə nə qalacaq? Yerdə qalacaq A minus 3B. Yəni bu ifadə qalacaq elə. Ona görə bunu belə bölmək olur. Sonra mənfi AB yazmışıq. Ancaq bizdə mənfi 6AB yazmışıq. Minus 6AB. Ancaq bizdə minus 5AB-dir. Ona görə biz bura bilən plus AB əlavə edirik. Plus AB əlavə edirik. Yəni bizim bu iki ifadəmiz birlikdə elə bizə bu ifadəni vermiş olur. Əlavə elədiyimizdən çıxıntığımız bir-birinin kombinasiyasıdır. Sonra davam edək. Minus 3B-nin kvadratı minus 3B-nin kvadratı plus A minus 3B. Buradan sonra da başlayıb qruplaşdıraq. Birinci 2 bunları qruplaşdırarıq. Sonra bunları qruplaşdırarıq. Və nəhayət yerdə qalanları. Qruplaşdıraq indi. Buradan 2A-nın möhtərizə xərcini çıxarsaq, yerdə bizə nə qalacaq? Yerdə bizə qalacaq A minus 3B. A minus 3B. Plus ikincidən B-ni möhtərizə xərcini çıxara bilərik. B-ni çıxarsaq burada nə qalacaq? Qalacaq A minus 3B. Bunlardan da çıxaraq bir şey. Bunlardan da biri çıxaraq elə. Plus 1 yazaq bura. Bu da qalacaq yenə A minus 3B. Biri nəyə vursaq elə yenə həmin şeyin özü edəcək. Bərabərdir. Hər üçündə görürük ki A minus 3B ortaqdır. A
minus 3b-ni çıxararaq möhtərizənin xaricinə. İkinci möhtərizəmizdə qalacaq nə? Bundan 2a qaldı. Bundan b qaldı. Bundan da 1 qaldı. Sualımızın doğru cevabı olur Y bəndi. Eyni bu ifadəni bizə vermiş olur. Növbəti sualımızın izahına baxaq. 16 gəlir növbəti. Aha, 16 gəlir, 15-ə baxmışıq. Belə bir ifadə verir bizə, deyir, belə olarsa x plus 2y tapın. Daha doğrusu ifadəsinin ən böyük qiymətini tapın. Bunun üçün nə edirik? Baxırıq ki, burada y 2-yə vurulub. Ona görə biz bu ikincinin hər tərəfini 2-yə vurarıq. Bu olsun 2y. Bunu 2-yə vuranda olacaq 4. Bunu da 2-yə vuranda olacaq 22. Tərəf-tərəfə toplayarıq bunları. 6 ilə 4-ü toplayacağıq. Olacaq 10. Kiçikdir. X ilə 2y toplayacağıq ortada. X plus 2y. Solla solu, orta ilə ortanı, sağla da sağa toplayırıq. Kiçik olacaq. 22 ilə 14 toplayacaq 36-dan. X plus 2y, yəni bu ifadənin bizdən istəyir, ən böyük tam qiymətini istəyir. Ən böyük tam qiyməti bunun 36 ola bilməz, 36-dan kiçik bir şeydir, yəni 35. Bu sualda səhv yazanlar çox olacaq, təbiidir. Diqqətlə baxın, öyrənin. Əvvəlcə bu bərabərsizliyi düzəltmək lazımdır bizdən istədiyini. Sonra isə cavab rahatlıqla tapılır özü. 17-ci sualımız. Burada mürəkkəb kök alma düsturundan istifadə edirik. O qədər də MBA üçün gərəkli deyil, ancaq hər ehtimal qarşı öyrənin ki, məlumatınız olmuş olsun. Necə eləyəcəyik burada? Birinci, bunu biz elə şey yazmalıyıq ki, kökün altını kvadrat alınsın ki, kökdən çıxmış olsun. Yazırıq ümumi bütöv kökün altında. Bu ifadənin əvəzinə yazırıq kökdə 5. Adətən buradakilara oxşar bir şey olur. Plus kökdə 2. Bunun kvadratı. Bizim bu ifadəmizlə bu ifadəmiz ikisi də eyni şeydir. Baxın, bunun kökü atsa, bunun kvadratı bizə verəcək 5. Bunun kvadratı bizə verəcək 2. 5 ilə 2-ni toplayacaq, bizə verdi 7. 7-miz hazırdır artıq. Bunu buna vuranda verəcək kökdə 10, onu da 2-yə vururuq. Müxtəsər üstünə görə alınır ikincisi. Yəni bu ifadəmizin o ifadəmiz eyni şeydir. İndi bu artıq kökdən çıxara bilərik bunu. Kökdən çıxacaq bu ifadə olacaq. Kökdə 5 plus kökdə 2. Plus ikincinin olduğu kimi yazırıq. 3 bölünsün kökdə 5 plus kökdə 2. Bərabərdə ortaq məxrəci gətirəcək. Ortaq məxrəcimiz bu olacaq. Gətirək ortaq məxrəci. Kökdə 5 plus kökdə 2. Təbii ki, ortaq məxrəci gətirəcəyimizə görə bunun məxrəci 1-dir. Bunu 1-ə bölüb bura vuracağıq. Kökdə 5 plus kökdə 2. Normalda kvadratda yaza bilərim mötərizənin üstünə, ancaq yazmayaq, elə saxlayaq. Niyəsini görəcəksiniz. Olsun kökdə 5 plus kökdə 2. Bir də bu məxrəci bunun özünə bölündü. 1 qalır, 1 3-ə vuruldu. Elə 3 eləmiş olur. Buradan bir sərəf xətti çəkək. Qarışmasın yazdıqlarımız bir-birinə. Məxrəci 1-dir. Tamam, belə. Sonra davam edək. Buradan yəni məxrəclərə baxsaz görərsiniz ki, burada ümumiyyətlə heç birində məxrəc qalmayıb. Yəni məxrəci qoşmasına vurub azad eləmişik. Vuraq biz də məxrəci qoşmasına. Kökdə 5 plus kökdə 2. Bunu qoşmasına vururuq. Qoşması olacaq kökdə 5 minus kökdə 2. Məxrəci vurmuşuqsa təbii ki, sürətlə vurmalıyıq. Bunu qoşmasına vuranda baxsaz, burada birincinin kvadrat çıxısını, ikincinin kvadrat alınır. Yəni bütövlüklə bu ifadə bizə 3 verir. Bir də silah yerinə 3 yazaq. Sonra kökdə 5 minus kökdə 2-ni yuxarıdakılara vuranda bunun biri ilə birləşib bizə 3 verəcək. Bunun biri ilə birləşir bizə 3 verir. Yazırıq 3 kökdə 5 plus kökdə 2. Birinci tərəfinə vurduq, gərək indi ikinciyə də vuraq. 3-ə də vuraq eyni şeyi. Plus olacaq 3 vurulsun. Kökdə 5 minus kökdə 2. Bərabərdir. Sürətdən 3-ü çıxararaq möhtərizə xərcindən. Möhtərizə xərcindən çıxarandan sonra bu 3-lər bu 3-dən girəcək. Qalır burada kökdə 5 plus kökdə 5. Yəni 2 kökdə 5
Kökdə 2 dənə mənfi kökdə 2 bir-birini aparacaq. Sualımız cavabı ilə birbaşa qalır. 2 kökdə 5. Biraz uzun sualdır. MBA üçün də o qədər lazım deyil. Baxmasanız da olar. Ancaq maraqlıca sizin üçün baxa bilərsiniz. Nöqtəsi düz xəttinin qrafik üzərində yerləşirsə, qalan tapın bu çox rahat sualdır, hətta şifahi sualdır. Biz demişdik birinci yerdə dayanan x-dir, ikinci yerdə dayanan y. X-in yerinə yazırıq 2, y-in də yerinə yazırıq 1. Nəyi 2-yə vurub ondan 5 çıxanda bilir və yaxud 5-i keçirək o tərəfə 6, 6-nı 2-yə böləndə k-mızın da 3 olduğunu tapırıq dərhal. 19-cu sualımız kök altından ifadəni çıxarma. Tələbələrin bir çoxunun əziyyət çəkdiyi, zülm çəkdiyi bir yerlərdən biridir. Əslində o qədər çətin deyil, sadəcə məntiqini bir dəfə yadda saxlamaq lazımdır. Əgər kökün altında mənfi alınırsa, cüt dərəcədən söhbət gedir, kökün altında mənfi alınırsa, onu eləmək lazımdır ki, müsbət çıxsın kökdən, mənfi çıxmasın. Yəni çıxaranda qarşısına bir dənə mənfi yazırıq ki, o mənfini müsbətləsin. Və yaxud bu şəkildə isə ifadə yerlərini dəyişirik ki, yerlərini dəyişmək qarşısına mənfi yazmaqla eyni şeydir. Baxaq indi burada a kiçikdir 0-dan a mənfi bir ədəd, tutaq ki, mənfi 5-dir. B-miz də bizim müsbət bir ədəddir, tutaq ki, 10-dur. Baxaq görək birinci kökün altında bizdə nə alınır? Cüt dərəcələr, buna görə mütləq baxmaq lazımdır. Mənfi 5-dən 10 çıxanda olacaq mənfi 15. Təbii ki, bu ədəd mənfidir. Ona görə biz bunu kökdən çıxaranda 4-lər onsuz da bir-birini aparacaq. Biz bunu kökdən çıxaranda a minus b kimi çıxarsaq mənfi bir ədəd çıxarmış oluruq. Biz bunu kökdən çıxarırıq b minus a kimi ki, müsbət ədəd çıxsın kökdən, mənfi ədəd çıxmasın. Plus ikinciyə baxaq. Tək dərəcə olanda fikir vermirsiniz. Heç burada işarəyə baxmırsınız. Tək dərəcə necə var elə də çıxır. Tək dərəcə çox rahatdır. Olduğu kimi götürüb çıxarırsınız. A-dır, A-da çıxarırsınız. Bu alar gedəcək, cavabımız qalacaq B. Növbəti sualımız, növbəti 20-ci sual. A və B natural ədədləri üçün və belə ifadə verilib A-nın B arasında cəm 42 olarsa A plus B cəmini tapın. Burada A-nı tapsaq biz A-mız olacaq 5-də 4 B. Harada A var, gətirib yerinə 5-də 4 B yazaq, əkop. A-nın yerinə yazırıq 5-də 4 B. İkinci də bizim B-miz qalır. Plus, əbobda da eyni şeylər deyirik. Əbob. A-nın yerinə yazırıq 5-də 4 B-ni. B. Həm əkobdan, indi həm də əbobdan 5-də 1 B-ni çıxaraq mötərizə xərcləyin. Yəni məxrəc qalmasın. Məxrəc qalmayın, narahat olursa bunu. 5-də 1 və B-ni. Hər ikisində 5-də 1 B-ni çıxaraq mötərizə xərcinə. Burada 5-də 1 B-ni çıxarsaq mötərizə xərcinə. Bizdə əkobun daxilində nə qalacaq? Əkob yazaq elə, bir də getməsin. Əkob olacaq 5-də 4, 5-də 1 B-ni çıxartdığımıza görə birincidə qalır 4. Sonra B-ni 5-də 1 B-yə bölündə 5 fırlanır qalxı sürəti olur 5. Əkob 4, 5. Plus, ikincidə də yenə 5-də 1 B-ni çıxarırıq. İçlərə yenə olduğuna görə eyni şeylər alınacaq yenə də. 5-də 1 B vurulsun əbob. Yenə daxilə eyni şey qalır. Olacaq 4, 5. Bu da olur 42. Hesablayaq indi. 5-də 1 yazırıq. 4 ilə 5-in əkobu qarşılıqlı ədədlərdir. Əkob onların hansına bərabərdir? Yəni 20-yə bərabərdir. 5-də 1 B vurulsun 20-yə. Plus, burada 4 ilə 5 əbob qarşılıqlı ədədlərin əbob 1-dir. Yəni bu əbob ilə 1-ə bərabər olur. 5-də 1 ilə 1-ə vuranda da 5-də 1 edir. 5-də 1 B-yə bərabərdir 42-yə. Hesablasaq 5 ilə 20 ixtisar gedəcək. Burada qalır 4B. Burada da qalır 5-də 1 B. O da bərabərdir 42-yə. Hər tərəfi 5-ə vuraq, məxrəcdən azadılacaq olsun deyə. Bu olur 20B. 20B. 5-ə vuranda olacaq plus B. Bərabərdir 42 vurulsun 5 kimi saxlayaq hələlik. 20 ilə B-ni toplayanda olacaq 21B. Bərabərdir 42 vurulsun 5 yazaq elə. Vurmayaq 42-ni 5-ə, çünki ixtisar gedəcək. 21 ilə 42 ixtisar gedir, burada qalır 2. B-nin 10 olduğunu tapmış oluruq. B bərabərdir 10-a. B-ni tapdıq. B-miz 10. Üstünə gətirib yaza bilərik. B-miz 10-sa burada B-nin yerinə yazırıq 10. 10 ilə 5 ixtisar gedəcək 2. 2-ni 4-ə vuranda 8. Biri 10-dur, A-mız da 8-dir. Cəmimiz eləyəcək 10, 8.
İkinci hissənin də izahı burada yekunlaşır. Üçüncü hissənin izahına növbəti videomuzda baxa bilərsiniz.